Salam, hər vaxtınız xeyir olsun. Bizim hal-hazırda abituriyentlərin bir qədər çətinlik çəkdiyi hissələrdən biri də odur ki, alqoritmin qurulması, bir də Pythonda proqramın qurulmasıdır. Bu bir qədər də çətin bir proses deyil. Bir qədər riyazi bilikləri olan hər hansı bir abituriyent və bunun alqoritmin strukturunu bilən ya hər hansı bir fiqurun nə iş gördüyünü və nə funksiyanı yerinə yetirdiyini, Pythonda da olduğu kimi operatorların funksiyaların nə iş gördüyünü bilən hər hansı bir abituriyent asanlıqla bu işin öhdəsindən gələ bilər. Və mən istəyirəm ki, bu günləri bir neçə sadədən mürəkkəbə doğru bir neçə dənə tapşırığın izahını sizə təqdim edim. Həm burada sizə təqdim eləyəcəyim alqoritmin qurulması olacaq, həm də Pythonun qurulması olacaqdır. İlkin olaraq başlayırıq sadə bir tapşırıqdan. 2 tam ədədin cəmi. Cəmini hesablayan həm alqoritm, həm də Pythonu qura bilərik. Və burada bizə lazım olan əsas biliklər ondan ibarətdir ki, biz bilirik ki, 2 dənə tam ədədin cəmini tapmaq üçün nə etməliyik? Məsəl üçün, bizə verilib bir dənə A ədədi, bir dənə də B ədədi. Bunu tapmaq üçün bir dənə C ədədi daxil edirəm və bu C ədədində A üstə gələk B yazsam, məndə bu riyazi bir ifadəmizdir. Yəni, bunu bilən hər bir tələbə, hər bir abituriyent bu alqoritmin və Python qurulmasının öhdəsindən tamamilə gələ bilər. Biz bilirik ki, alqoritmi tərtib edərkən ilkin olaraq bizdə başlanğıc əlavə olunmalıdır və paralelogramdan istifadə edirik nəyə görə? Verilənlərin daxil edilməsi və xaric edilməsi üçün paralelogramdan istifadə edirik. Bizdə 2 dənə tam ədəd deyirsə, bunlardan qeyd etdiyim ki, biri A-dır, biri də B-dir. Mən burada daxil edirəm A ədədini, B ədədini daxil elədim. Sonra məndə hesab bloku olmalıdır. Hesab bloku da düzbucaqlının içərisində olur və burada oxlarla bir-birinə keçidlər olur. Və bu zaman nədir? C bərabər olacaq, bir hər hansı bir C dəyişəni verir. C bərabərdir A üstə gəlinsin B. Sonra verilənlərin çıxışa verilməsi üçün bir dənə qrupu çəkirəm, yəni paraleloqram və yaxud da çap qrupu çəkirəm və son. Və sadəcə olaraq biz burada ilkin olaraq 2 dənə tam ədədin cəmini hesablayan bir alqoritmi qurduq. Və burada bizdə xətti alqoritmdir, yəni heç bir dövrdən istifadə olunmadığına görə və yaxud da budaqlanmadan istifadə olunmadığına görə xətti alqoritm yerinə yetirildi. Və biz buna uyğun olaraq, alternativ olaraq hər hansı bir 2 ədədin, 2 tam ədədin cəmini hesablayan Python kodunu yaza bilərik. Python kodunu necə yaza bilərik? Daxil edirəm A ədədi. Eyni qaydada məndə bu bilik. Bilirəm ki, məsəl üçün A da tam ədəddir, B ədədi tam ədəddir. C burada A-nın üstə gələk B-nin cəmini hesablayan bir dəyişəndir. A bərabərdir. Biz tam ədəd dediyinə görə nə edirik? Biz bilirik ki, məsəl üçün A ədədinə hər hansı bir ədədi input eləsək, bu bizə sətir tipini verəcəkdir. Sətir tipinə verdiyinə görə və biz bunu nə etməliyik? Birinci integer, yəni tam tipə çevirməliyik ki, tam tipdə input, tam tipdə olsun bizim ədədimiz, yəni hesablamada heç bir çətinliyə, yəni tam ədəd verdiyinə görə tam integer, yəni tipindən istifadə edəcəyik. Sonra yazıram B bərabərdir, integer, yenə eyni qaydada input və sonra nə hesablayıram? C bərabərdir, A üzərinə gəlinsin B və nəhayət print yazıram C. Hər bir insanın fərqli təvəkkülə malik olduğuna görə eyni proqramı, yəni eyni işi görən proqramı bir neçə üsullarda yaza bilər. Eyni qaydada mən burada yaza bilərəm. Yəni A bərabərdir, integer, B bərabərdir, input integer əlavə yazım. Burada yaza bilərəm ki, yəni yenə eyni funksiyanı yerinə yetirəcək eyni proqramdır. Input daxil elədim, B bərabərdir, integer, input və burada yaza bilərəm ki, print A üzərinə gəlinsin B. Dediyim kimi, qeyd etdiyim kimi, hər bir insan fərqli təfəkkürlə malik olduğuna görə eyni izahı bir başqa cürdə təqdim edə bilər. Bu bizdə hal-hazırda 2 tam ədədin cəmini hesablayan bir proqram oldu. Və keçək indi növbəti bir alqoritm və proqram yazaq. 2 tam ədədin hasilini
tapan. İki tam ədədin hasilini tapmaq üçün yenə eyni qaydada istifadə edəcəyik. Mənim riyazi bilişlərim köməyimə çatmalıdır ki, 2 dənə tam ədəddirsə də bunun biri A-dır, biri B-dir. Hasil də olacaq nə? A-nın vurulmasından A-nın B-yə vurulması. İlkin olaraq daxil edək biz alqoritmini, başlanğıc. Yenə eyni qaydada paralleloqram. A ədədini daxil elədim, B ədədini daxil elədim. Sonra bir dənə hal-hazırda başqa bir C ədədi bərabər olacaq A vurulsun B və B və son. Eyni qaydada bu da xətti alqoritm oldu və sadələri izah edirəm ki, birdən-birə çətinə keçdikdə çətinlik çəkməyəsiniz. Burada da eyni qaydada 2 ədədin hasilini tapan, dəmi tapdığımız kimi eyni qaydada da Python quracağıq. Burada da nəyə bərabərdir? A bərabərdir integer input daxil etdik. B bərabərdir integer input və bir dənə C ədədi də bərabər olacaq. A vurulsun B. A vurulsun B. Və burada print eləyəcək C-ni. Print C. Qeyd etdiyim kimi, burada hər hansı bir fərqli təfəkkürlərə malik olan insanlar fərqli burada qeyd edə bilərlər. Məsəl üçün, bayaqlar qeyd etdiyimiz kimi, burada bu hissəni yazmaya da bilərəm, bu hissəni yazmaya da bilərəm. Printdə birbaşa olaraq birbaşa olaraq yazaram ki, hesablasın A vurulsun B-ni. Və yaxud da başqa bir qeyd edə bilərəm. A bərabərdir input B bərabərdir input. Sonra yaza bilərəm ki, bir dənə C yazıram. C bərabərdir integer A, C bərabərdir integer B və print eləyə bilərəm C vurulsun D. Yenə eyni proqramdır, yəni eyni işi görən proqramdır. Yəni burada heç bir dəyişiklik olmadı. Yəni eyni proqramdır, fərqli cürə qeyd etmək olar. Necə bir balaca, yəni bir neçə dənə kvadrata baxaq. Bizdə kvadratın perimetrini hesablayan həm alqoritmi quracağıq, həm də Python kodunu qura bilərik. Burada nədir? Kvadratın perimetrini tapmaq üçün hansı üsuldan istifadə edilir? C bərabərdir 4 vurulsun A. Burada A tərəflərinin sayıdır. 4-4-ü də vururuq ki, çünki bizdə kvadrat 4 hissədən ibarətdir. A bir tərəfinin ölçüsüdür. Eyni qaydada burada da xətti alqoritmindən istifadə edəcəyik. Başlanğıc. Burada verilən, bizə verilibdir bir dənə A. Çünki bizdə tərəf bir dənədir. Yəni, ham tərəflər bir-birinə bərabər olduğuna görə ancaq A-dan istifadə edirik. Sonra, düzbucaqlıda, hesab əməllərini yenə edən düzbucaqlıda C bərabərdir 4 vurulsun A. Sonra, verilənlərin çıxışa verilməsi üçün P və son. Bu bizim oldu alqoritmimiz. Və indi keçək Python kodunu quraq. Python kodu quranda burada kvadratın perimetrini hesablayan proqram və ya alqoritm deyəndə, burada biz bilmirik ki, bu tam ədəddir, yoxsa həqiqi ədəddir. Həqiqi ədəddir. Çünki tam ədəd olsa, məsəl üçün, bizə verilibdir, tərəfin birini verib 4,5. Biz bunu tam tipdə qəbul etsək, bu bizdə avtomatik olaraq 4-ü götürəcək. Yəni 4,5 götürməyəcək və bu bizim proqramımızın dəqiqliyinə gətirib çıxartmayacaq. Ona görə biz nə etməliyik? Burada A-nı mən daxil eləyəndə float tipindən istifadə eləməliyəm. Float tipindən ona görə istifadə edirəm ki, mənim həqiqi ədədim, yəni tam və kəsr hissələrini birlikdə götürə bilirsin. C bərabərdir 4 vurulsun A və print seni qeyd eləyə bilərik. Başqa cür də yaza bilərik. Başqa cür də yaza bilərik. Yaza bilərik ki, A bərabərdir
input, input. Yəni daxil elədim sətr tipində. Sonra P bərabərdir 4 vurulsun float, float A. Və nə etməliyəm? Print P-ni qeyd eləməliyəm. Burada oldu. Input A daxil elədi sətr tipində və gəldik burada bu float, bu A-nı sətr tipindən keçirdi həqiqi tipə və print P-miz də bizdə artıq bu proqramı işə salmış olacaq. Keçək növbəti bir kvadratın sahəsini tapan alqoritm və Python kodunu yazaq. Kvadratın sahəsini tapmaq üçün bizə hansı düsturdan? S bərabərdir A kvadratı düsturundan istifadə olunur. Bilirəm ki, kvadratın sahəsini hesablayan bu düsturdur. Və gəlirəm yenə başlanğıc. Daxil elədim A-nı, yəni kvadratın bir tərəfini. Sonra yazıram sahəni tapmaq üçün. S bərabərdir. A vurulsun. A-da qeyd eləyə bilərəm. Yəni fərqli olması üçün. Yəni A-nı A-ya vuranda artıq kvadratını verəcək. Və yaxud da A-nı burada qeyd eləyəndə A-nın kvadratı da yaza bilərəm. Və sonda çap eləmək üçün S və son. Bu oldu bizim alqoritmimiz. Sonra kvadratın sahəsini tapmaq üçün Python kodunu yazaq. Python kodunu necə yazacaq? Yazacaq A bərabərdir float həmişə də float input, yəni daxil elədik hər hansı bir ədədin deyim, rəqəmi daxil elədik. S bərabərdir A vurulsun 2 print S. Belə də yaza bilərik. Ondan sonra yaza bilərik A bərabərdir input, hər hansı bir ədədi daxil elədik. Sonra yazarıq S bərabərdir float A S bərabərdir D vurulsun 2 print S. Başqa cür də yazmaq ola bilər. Yəni ən azından bir iki dənəsini qeyd elədim ki, daha rahat yadda qalsın deyirəm. Keçək sonra biz dövr operatorlarına keçək. Dövr operatorlarına keçəndə burada bizdən dövrdən istifadə etmək üçün nə edəcək? İndi verək bir dənə 100 ədədin cəmini tapan. Yəni 100 dənə ədəd veribdir və bunların hamısını bir cəmini, 100 ardıcıl ədədin deyək də, 1-dən 100-ə qədər 100 ardıcıl ədədin cəmini tapan bir proqram yazmaq istəyirik. Və biz həmişə demişik ki, biz alqoritm quranda S bərabər olanda 0-dan P bərabərdir 1 götürməliyik. Nəyə görə? S bizdə həmişə cəmi götürürük. Cəmi 0-dan başlayırıq. P-yə hasil götürürük. Yəni burada S-i biz cəm götürsək, 0-dan başlayacaq və mən hasili 0-dan başlasam, nəyi 0-a vursam, məndə bu hasilim 0-a bərabər olacaq deyə mən həmişə P-ni 1-dən götürürəm. Və yoxlayıb, başlanğıc qoyuruq bir dənə, başlanğıc. Dedik bizə, imiz 0-dan başlasın, 1-in ilk qiyməti 0-dır, S-imiz də bərabərdir 0-a, yəni cəmimiz də 0-a bərabərdir. Bizə verilənlərin daxil edilməsi. Gəlirik sonra biz bura şərt verməliyik ki, bu şərt vasitəsilə bizim proqramımız dövr eləsin. I kiçikdir, bərabərdir 100. Bir dənə nüansı nəzərinizə çatdıracağım. S bərabərdir, yəni cəmi dediyinə görə S-in üzərinə həmişə I-nin qiymətini gəlsin. Və sonra da S-i, I-ni hər dəfə bir vahid artırsın. Artırandan sonra və bizdə bu alqoritm
Yenidən qayıtsın bura. Bu bizim hə qolumuzdur. Bu bizə bir yox qolumuzdur. Və yox qoluna keçəndə də nəyə çap eləsin? Dəmimizi çap eləsin. Burada bir nüansı nəzərinizə çatdırım. Bayaqlarda qeyd elədiyim kimi nədir burada? Əgər məndən 100 dənə ardıcıl ədədin, yəni hamısını istəyirsə və 100 ardıcıl ədədin cəmini tapan bir proqram istəyirsə də, mən bu hissədə yaza bilərəm. Bax, yazdım. İmiz sıfırdan başladım mı? 0 100-dən kiçikdir. Bəli. Gəldik, düşdük bura. S bərabərdir. S üzərinə gəlinsin. 0-ın üzərinə 0 gəldim, elədi 0. Və sonra gəldim, i-nin qiymətini artırdım, oldu 1. Yəni 1 kiçikdir, bərabərdirmi 100-dən? Bəli. O zaman s-i yazdım. S bərabərdir. S-in sonuncu qiyməti 0 idi. Üzərinə 1 gəldim, elədi 1. I-nin qiyməti oldu 2. Bu davam edəcək hara qədər? 99-a qədər. Gəldik 99-u yazdıq. 99 100-dən kiçikdirmi? Bəli. S-i cəmlədim 99. Sonra üzərinə gəldim 100. 100-ü yazandan sonra və burada biz gəlirik yoxlayırıq. 100 100-lə bərabərdir, kiçikdir, bərabərdirmi? O zaman axırıncını da hesablayır və buradan gəlirik 101-i götürəndə artıq bizdə alqoritm yox qoluna keçir və S-i cəmləyir. Burada yazırıq ki, yəni 0-dan 100, 0 ilə 100 ədədinin ardıcıl ədədinin cəmini tapmaq üçün yazmaq lazımdır. Və keçək bunun Python kodunu quraq. Python kodunu quranda nə edəcək? S bərabərdir. S bərabərdir 0. Sonra yazacağıq range funksiyasından for i in range 0-dan 101-ə qədər. Yəni 0 burada yazmaya da bilərik. Çünki 0-dan başladığına görə, bax burada burada 1-dən başlayır. Çünki 0-ı cəmləsək də bizim heç bir mənası olmayacaq. Ona görə biz burada 100 ədədin cəmini desək 1-dən başlayırıq. Yəni 1-dən başladıqca qiymət dəyişir. Burada bayaqlar bunun nəzərində çatdırmaq istəyirəm ki, əgər mən 100-ü də çap eləmək istəyirəmsə də, o zaman burada bərabərdir işarəsi də yaza bilərəm və yaxud da yaza bilərəm ki, i kiçikdir 101. 100-ü aldı. 101 alanda artıq bu dövrdən çıxacaqdır. Ya mən burada yaza bilərəm i kiçikdir bərabərdir 100 və yaxud da i kiçikdir 101 yaza bilərəm. Burada 100 ədədini yazaq ki, bu bizdə çaşdırmasın. İmiz də 1-dən başlasın. Və burada s-imiz 0-dır. İstənsini yenidən yazım. S-in bərabərdir 0 və burada for i in range 1-dən 101-ə qədər. Buna ona görə 101 yazdıq ki, biz ona görə 101 yazdıq ki, biz burada i-nin qiymətlərini götürəndə range funksiyasına axırıncını götürmürük. Yəni 100-ə qədər götürməliyik. Və s bərabərdir, s üzərinə gəlinsin i. Və nəhayət sonra da yazırıq print s. Print s. Bu da bizdə 100 dənə ədədin, yəni 1-dən başlayan 100 dənə ədədin dəmini çap edən həm alqoritm, həm də Python kodu oldu. Keçək bir başqa bir tapşırığa. Yazaq bir şey. S bərabərdir 2 üzərinə gəlinsin 5 8 1 bu cəmi hesablayan həm alqoritm yazaq, həm də Python kodunu yazaq. Gəldik. Başlanğıc bizdə mütləq qaydada ilkin olaraq başlanğıc olmalıdır. N ədədini daxil edək. N bizdə say deyək və yaxud da nə qədər olacaq, onun sonuncu ədədimiz deyək. Burada da bizdə cəm dediyinə görə, yenə yazıram mən cəm. S bərabərdir 0. Bu dəyişənlərə bir i deyək. i-nin qiymətinə baxıram ki, ilkin qiyməti nədən başlayır? 2-dən başlayır. Bu paralelogramın içərisindədir. Və sonra gəlirəm bir dənə şərt verirəm. Şərt verirəm ki, i-nin qiyməti bit bərabərdir n-dən. Yəni sonuncudan nə qədər ki n-dən bitdir, o zaman nəyi hesablasın? S bərabərdir, S üzərinə gəlinsin i.
Və mən burada bir dənə nüansa fikir verməliyəm. Baxıram ki, i-nin qiyməti 2 ilə 5-ə keçib 3 vahid artır, 3 vahid artır, 3 vahid. Deməli, mənim bu proqramda hamısı 3 vahid artdığına görə nə yazmalıyam? I bərabərdir, i üzərinə gəlinsin i. 3. Və bunu gətirəm şərti bura. Bu həqiq olma yerinə yetiriləndən sonra artıq məndə bu şərt axıra qədər gəlib çıxandan sonra nəyə çap eləyəcəm? S-i cəmi çap eləyən bir dənə alqoritm kodumuz oldu. Yəni nədir burada? Məqsəd 3 artdı və mən bunu 3 ilkin qiyməti i'miz 2-dən başladığına 2 verdim. Cəmimiz 0-dan başladı. Sonra şərtimiz o idi ki, nə qədər ki i'miz n-ə qədər davam edirsə də, n-in özündə daxil olmaqla və cəmini hesabladı və hər dəfədə 3 vahid artdığına görə biz burada 3 yazdıq. Sonra bunun Python kodunu yazsaq, i-nin ilkin qiyməti nədir? 2. S-imiz nəyə bərabərdir? 0-a. S-imiz 0-a qədər. Yazıram ki, while nə qədər ki, i-miz kiçikdir n-dən, o zaman S bərabərdir. S üzərinə gəlinsin i, i bərabərdir, i üzərinə gəlinsin 3 və nəhayət sonda print S. Fərqli cürdə yazmaq olar. Mən vaxt getməsin deyinə çox da dərinə getmirəm. Bir neçəsini izah elədim sizə və indi hal-hazırda başqa bir kodu da yazaq. Günlük yekun olsa. Nə yazaq? Yazaq bir rəqəmli tam ədədlərdən tək olanların və yaxud cüt olanların yazaq cüt olanların sayını tapaq. İki rəqəmli ədədlərdən tam ədəd, iki rəqəmli tam ədədlərdən cüt olanların sayını tapaq. İki rəqəmli ədədlərimiz nəticədən başlayır. Başlayır bizdə 10-dan, yekunlaşır nədə? 99-dan. 10-dan 99-a qədər. Və belə bir biz burada yenə dövrdən istifadə eləməliyik. Çünki bizdə ədədlər çox olduğuna görə etdik. Başlanğıc yazdıq. Daxil elədik i-yə. I-yə biz 10-dan başladığına görə, yəni 2 rəqəmli ədədlər 10-dan başlandığına görə 10 yazdıq. Bax, burada yazıram ki, i ilkin ədəd, ilkin rəqəmi, yəni ilk hesabın, bir dənə də k yazaq, k-ya da say yazaq. Yəni say yazırıq ki, biz alqoritmin sonunda bilək ki, nə edəcək. K da başlayır 0-dan, yəni mən də bilmirəm ki, say neçədən başlayır. Yəni bir dənə dövr verirəm. İm tip bərabərdirmi 100-dən? Belədirsə də növbəti bir dənə də şərt verirəm. İni yoxladım, in 100-dən kiçikdir bərabərdirsə də, yəni in bir dəqiqə, burada kiçikdir bərabərdir yazmayacaq nəyə görə? Çünki biz burada kiçikdir bərabərdir o vaxt yazardıq ki, şərtimiz 99 yazsaydıq. Yəni elə də yaza bilərik. Məsəl üçün yaza bilərəm 99. Artıq 99-dan sonra ikinci rəqəm yoxdur. Və yaxud da yaza bilərəm ki, i kiçikdir 100-dən. Mən bilirəm ki, i kiçik 100-dən sonuncu rəqəmi 99-dur. Və buna görə 99 da yaza bilərik. İndi sizə necə rahatdır, eyni, yəni fərqli yaza bilərsiniz. Gəldik. İmiz 99-dan kiçikdirmi? Bəli. Bunu bir dənə də şərt verirəm. Hə. İni böləndə qalıq 0-a bərabərdirmi? Hə. Yəni 2 böləndə qalıq 0-a bərabərdirsə də o zaman nə olacaq? K bərabər olacaq. K üstə gəlməsin 1. Və sonra əks halda yox olma keçəcək. Və bunu mən qeyd eləyəndən sonra i-nin qiymətini hər dəfə bir vahid artırmalıyam. i bərabərdir, i üstlərinə gəlinsin 1. Və bu şərti gətirib burada hər dəfə yoxlamalıyam. Hər dəfə yoxlamalıyam və burada şərti hər dəfə yoxladıq və artıq məndə yoxladı, cütlərin sayını artıq qeyd elədi və sonda şərt ödənməyəndə yox qoluna keçəcək və məndə burada nəyə çap edəcək? K-nı çap edəcək. Və son. Başlanğıcdan başladıq 10. Yəni 2 rəqəmli ədədlərdə 10-dur.
Sıfırdan başladı, 99'a qədər bütün ədədləri aldı və bunlardan içindən cütləri götürdü, cəmlədi. Cütü olmayanda artıq dövr daxil elədi və hər dəfə imiz bir vahidi artdı və hamısını bir-bir yoxladı. Mən də bu proqramı icra elədim. Və bunun Python kodunu necə yaza bilərik? Bunun Python kodunu yaza bilərik. İmiz başladı bizdə ondan. S'imiz nə oldu? Burada S lazım deyil. Çünki bizdə K lazımdır. K-dan istifadə edirik. K sayımız idi. K-mız başladı sıfırdan. Yazıram. For i in range ondan 100'e qədər. Çünki 99'da dayanacaq. Sonra bir dənə də şərt verin. If in bölünməsindən 2'ye bölünməsindən qalıq 0'a bərabərdirmi? Əgər bərabərdirsə də K bərabərdir K üzərinə gəlinsin 1. Və hər halda həmişə də inin üzərinə 1'i gəlməliyəm ki, sayımız artdı və sonda 1'in K. Və bu da bizdə oldu. 2 rəqəmlər də tam ədədlərdən cüt olanların sayını tapmaq və burada biz tək olanların sayını tapa bilərik. Eyni məğzdən istifadə edib başqa alqoritmlərdə yerinə yetirmək olar. Yəni bizdə alqoritm və Python qurulması çox çətin bir hissə deyil və çox maraqlı bir hissədir. Riyazi biliklərimiz lazımdır ki, riyazi biliklərimizdən istifadə edək. Biz burada, məsəl üçün, mən kvadratın perimetrini bilməsəm hansı düsturdur, yəni mən bilirəm ki, kvadratın perimetrini ölçmək üçün P bərabərdir 4A düsturundan istifadə edirik. Mən bunu bilməsəm və burada nə alqoritmini qura bilərəm, nə də Python kodunu qura bilərəm. Güman edirəm ki, yəni az da olsa qeyd elədiyim testdə izahlar sizin xoşunuza gəldi. Əgər xoşunuza gəldisə də və davamlı olmasını istəyirsinizsə də o zaman kanala abunə olun və rəy bildirin. Hər bir rəy bizim üçün önəmlidir. Rəyin fərqi yoxdur. Mənfi də olsa, müsbət də olsa bizim üçün qəbuldur. Buyurun, hələlik özünüzə yaxşı baxın.